John Carpenter'ın 2025-ci ildə Hollywoodun şöhrət xiyabanında 2806-cı ulduzu açıldı. Mən hazırda Los Angeles'tayım, Kaliforniyada. Bu Hollywood Boulevard'ı soundtrack verilişi üçün hansı ki bu verilişdə dəfələrlə çıxış edirəm. Hollywood bəstəkarları haqqında, dünya bəstəkarları haqqında, kino bəstəkarları haqqında danışıram. Aprelin 3-də burada John Carpenter'ın ulduzu açıldı. Bəstəkar, prodüser, rejissor, burada demək Walk of Fame administrasiyası yığılmışdı. Aktörlər buradaydı. Kurt Russell'ın burada çox maraqlı bir çıxışı oldu Carpenter haqqında. Hollywood Boulevard 7000. Yəni bax bu ünvanda yerləşir Carpenter'ın ulduzu. Gördüyünüz kimi bax bu Carpenter'ın ulduzudur. John Carpenter'ın ulduzu sonuncu ulduzlardan biridir. Bəli, bu küçə heç vaxt yatmır. Yəni turistləri daha çox özünə cəlb edir, əyləncələri ilə, bol maraqlı sürprizləri ilə. Amma bütün bu sürprizlərin, bütün bu əğləncələrin kökündə Hollywood kino sənayesi dayanır və ona görə də bu küçə Hollywood Boulevard Los Angeles'ın dünya kinosunun bir rəmzidir və xüsusi olaraq soundtrack verilişi üçün Los Angeles'dan belə bir dəyərli məlumatı çatdırmağa hizmət edir.